100'e yaxın ördək. Dedim ana bura gəl ha. Kəsumun yiyələ qonağa gəlmişəm. Ördək yıxırı. Saxla görüm ha. Aa, siz kimsiniz ha videomuzu kopyalamışsınız ha? Məhəbbət'in 4 tane kardeşi var. Hiç biri birbirinin kopyası değil. Məhəbbət hiç dadasından anası kopyalayabilmeyip ha. Ne video kopyalayıpsın? Kimsiniz ya siz? Çünki deyə ala birinci bir dənə deyə. Ha. Eşidirsən? Kopya nə də la? Biz özümüz ideya təsat edirik ala. Nə kopya la? Sen kimsen ha sen iddia veresin ha? Sen burada kim ne iddian olur ha? Ha, ne olur? Nə ideyam olur? Hadi. O da nə bilim məsəl üçün. Hansısa bankdan pul götürüb başqa bankların kreditini bağlamaq mənim ideyamdır. Nə bilim damın onun yanında əlində daşalı ola bazara getmək mənim ideyamdır. Ha, qulaq as, ha, Məhəbbətin beyni söləndə elə dövlətlər var ki, məhəbbət o müstəqilliğini tanımır. Sən kimsən, hə, biz sən tanıyaq. Atam sən adın məhəbbət. Ha, məhəbbətdir. Sən bir söz deyin. Ha. Bunun bəxti gətirdi. Dinən niyə? Dinən nöşün. Çünki mənim bibimin də adı məhəbbətdir. Adaşdır bibimdən, ha. Nə bibi, Yoxsa ha? sən dişləyərəm, didərəm. Ha bir dakika ki ha. Ha? Kimi diştin sen ha? Oy. Ha müebbet çolpadı. Flötka neden iştiyorsun ha? Bir dakika siz üçünü de bir yere yığıp burada sileyeceğim işte beni. Düzgün değil galiba değil. Tören yende adamı ilan da vurmaz. Ha, kuxuna tarakan. O suya ait değil. Təzə qanun çıxıb da xəbərin yoxdur. Ayın birindən day yemək yeyənə də deməyəcəklər. Ha, Məhəbbət elə bir oğlandı ki, ilanın vurup vurmayacağına özü qərar verir. Çünki Məhəbbətin qolunda ilan tatuirovkası var. İlan tatusu. Bu zəhərlidir görəsən. Başa düşdün? Şey dedi, atam, bunu hardan etdirimsən? Düzərişin yanında. Zərqələ. Ha. Bu qara evdən gələndə soldakı insan məni. Zapravkan yanına girsən, orada dönərxana var. Dönər. Ha, orada. Hayda. Düz gəlsən orada solda məktəb. Mən uşaqlığım orada keçdi. O vaxt yadımdadır. Sən də orada olursan. Dönərik. Hayda. Ha bir dakika ki ha. Ne boş boş zərgələm salırsın. Nəzər qələm zərəm salsın. Düzgün. Ne iğnesine kalsa değil. Şirinin ayakında taşrokka var. Göbek tön. Göster, göre. Göbek diyen çalmadım teker çakın göbek. Ara dişle var ha. Şalbamı kaldı yukarı. Yukarı bundan kaldım. Göster. Ay. Ne gülüyorsun? Ne gülüyorsun? Ala. Ha. Kəpəneyin mənası bilsən nədir? Nədir ki? Kəpənek odur ki, bugün var, sabah yoxdur. Başa düşdün? Ha kəpənə. Ha. Şakam değil hadi. Eşitirsən məni? Buna biraz darısı qaldı. Görəm mən burada division eləyə Ha. bilməzəm. Dava kişi qavama gedəsin çöldə çiləyəcək. Ya bıqılı qabağa. Perdokun Ha yeməyə. dava çıxsın da. Pergo savay Sen ne Ha. Tarakan. Atam, sana soyuq olmaz belə. Sən kutkanı verim Ha ki. geç çıxarama Bana gedək. soyuq verim. Baş sponsorlar Soundride, Bizon, xüsusi sponsorlar New Holland traktorları, Patron tumları, Kasap Kebab. Qız, mən səni hardansa tanıyıram. Tanış gəlsən, sən mənə hardansa. Olar qardaş, vallahi adam oxşayar da. Yox, bu oxşama söhbəti deyil də. Yəni mən dəqiq hardasa elə bil üzbəüz gəlmişəm mən səninlə. Qardaş keçələm, santexnik paltarında ya. Çox adam oxşadır, amma o deyil. Yaxşı da yoxday da. Qoy qardaş öz işini görsün. Qoy bildim, yəni bu qardaş işini görsün, nə görməm. Mənim də ürəyim partlayır, mən də bir adamam da. Mən deyirəm ki, mən bu qardaşı hardasa görmüşəm, tanıyıram mən bunu hardasa. Üzbəüz gəlmişik biz bununla hardasa. Hə, müəllim, yadıma düşdü. Köhnə iş yerimdən tanıyırsınız məni. Kinoda, serialda işləməmisən. Yox, o sektor deyil, oteldə işləmişdim. Bu nə danışır Oqtay? Tanımıram mən bu adamı. Səhv salır o. Müəllim, necə yəni tanımırsınız? VIP müştərimiz olmuş sizə bizim. Hər gün gəlib gedirdiniz. Özdə sizə zarafatca bir dəfə dedim, gərək bura sökülsə, sizə də pay verək. Bu zarafat eləyəndə gülmüşdünüz amma. Nəysə, hələ də gəlib gəlirsiniz ora. Vay, səhv salırsan deyirəm, əl çək məndən. Nə otel ay? Oqtay, yığışmamısan otellərdən. Mən səndən boşanım, sən də bax. Qayıdarsan abeddə kakaonla pryaniki yeyən vaxtları var. Amir var, bir də yəni sən də nə həvəslənmi səni? Deyirəm burada səhv salır da məni. Mən qardaşı tanımıram, o da məni tanımır.
Bilsən nə deyim Mirvari? Bayaqdan işləyir adam. Get su gətir ona, stəkanla su gətir. Mən çay vermişəm qardaşam. Sən narahat olma. Danış ay qardaş, danış sonra nə edib? Hadi get dükandan yeməyə bir şeylər al, gətir, pişir, giləndə Yeməyi də yeyib. Narahat olma. Danışın. apar köynəyi yu, ütülə, sonra... Mayka'da gördüm, tam emin oldum bizim müşterimiz olduğumuzda. Yadımızda dedim de Mayka'da koridora çıkmıştık şey. Bu otağın üstü suyu niye zayıf gelir? Yazdık. Tüy bakayım kişi başıma. Heç olmasa fərli başlı bir otelə gedeydin də. Qardaş, düz deyil, ola bilər mən oteldə görüm. Oğlum, mən otelə elə belə getmirdim. Mən iş adamıyam. Mən rəsmi iş görüşlərimi keçirmək üçün ora gedirdim otelə. Hə? Onsuz da otelə qeyri-rəsmi buraxmırlar ki, sənət istəyirlər. Niyə mən videomu kopyalayıb çəkmişsən? Ha? Hə? Ha? Ha, atam. Ha? Mən bilmirəm. Bunlara da atfitsat deyirəm. Ha, mən gizdən pas oynayanda zafsiyek vurmuram ki. Hər özünə atfitsat. Tanışığa bax, uşaq danış. Hə, eşsən mən. Bunlar uşaq-uşaqdır. Mən bu solpaları döysəm zaman mən güləcəm, mənim levelim deyil də. Bunların məsələsini sən özün həll ilə bağlı geçsin, yaxşı? Problem yoxsam gəlməm, 20 litr 5 litr. Yaxşı, mərifətin qanacaq. Belə tutur, daxtını tanımadın, nə mənə Hadi, gedir. hadi. Eşitdiniz nə dedi? Yok. Dedi ki, videonu çəkməyin, bir də görməyin. Çatdı fikri sizə. Hə, sən zalda yandırdığın yağ qədər mən adam yandırmışam. Mən çox apaslıyam, bildiniz, amma yaxşı tanımırsın. O zalda yağ yandıran oğlan var. O zalda 150 kilo ilə, 150 kilonun altına girir o. Nə olsun? Amma mən oğlan tanıyıram ki, 3 manat maaşla 200 minlik kreditin altına girir. Valla belli bükülümü. Məhəbbətlə qız tanış olmaq istəyəndə birinci mən onu göndərirəm polis şöbəsinin qabağındakı bunları polis axtarır lövhəsinin qabağına ki şəkilimlə tanış olsun sonra sivət eləyə. Ha, sən yanındakı yekəyə güvənirsən. Dəxili yoxdur onun. Hala dəxili var, nə olsun biz abətdə lobiyanın üstə yumurta atıb yeyirik. Zato gücümüz var. Gülməli danışsan, o boyat lobiyanın üstünə 2 dənə yumurta atıb birinci mən vurmuşam. Məhəbbət. Bakının bıçaq itilənləri bizim məhəlləyə yığışır ki, mənə görə. Burada çörək var. Siz qəbirstanlığa şirniyyət qoymağa gedəndə məhəbbət qəbirstanlığa davıya gedir. Babamın qəbrini mən qəbirstanlıqda dava eləyəndə tapmışam. Düz deyirəm ama bir dəfə qəbirstanlığında davam eləyəndə əlim verən resmi saxladı Şirin. Dedi, buna bilmirəm deyib. Babam gəlir gözünün qabağında dayanır. Sonra baxsın gördü ki, həqiqətən də babasının qəbriymiş. Gör nə deyirəm, o sən Zeymonu hardan tanırsın? Sərgələ. Sərgələni. O vaxtı o dönər yedi, uşaqlıqda yanına da aydı. Tatlı dönər yedi. Həbbi ki, oradan Mosun yanına keçəndə müəllimin anasını girəndə. Şirinin qarqabıyla. At atırdığın yerə səsini çıxarma buradan. Mən çox üzr istəyirəm. Mənim bir təklifim var. Qərət edirsən. Görün nə deyirəm mən, bir dənə qulaq asın, dəqiq. Bax, süd insana yuxu gətirir, elə deyilmi? Amma kofe yuxunu qaçırdır, düzdürmü? Südlü kofe neyniyir? Gəlin belə şeyləri müzakirə eləyik. Axı niyə dağılışırıq? Sən desən yuxun gəlir. Sən gel biraz yat, yaxşı? Şirin, eşitirsən məni? Bir də mənim video... İşte mən məhəbbət. Kofelə süd məsələsi var ha. Bu videoları məndə qəşəng alın axı. Bomba kontent eləyəcəm, partlayacam, milyon fransıya. Gözə çəkək ha? Gedə. Bunlar məsələni həll eləmişəm uşaq-uşaqdır. Başlamalı şeylərdir. Eşitsən məni. Bir də Nidayboq mənə hansısa kəşfiyyatda qabağıma çıxasın. Mən nə incimin? Eşitdiniz məni? Onun kəşfiyyatı deyirəm ki, qaqa. Davay. Oldu, qaqa. Kəşfən. Salamı. Sən qaqa. Məhəbbətin adında 2 dənə dallı-badal gələn bu hərfi var ha. Bax, odur dallı-badal da gedən mənəm. Hala, mənim dadımda şirin var. Görmədi şirin olmağını. Hala, görürməlisən. Gözünü yak, göz. Bax, gör məhəbbət harada otur, qabaqda. Hala, davay salamı. Neyin biləsən? Gedim araqlan gör nədir. Deyirəm uşaqlar, yaxşı qutardıq ha. Yoxsa geyəcəkdim içəri. Axırıncı dəfə içəri yedim, yemək var ha. Hələ həzm olunmayıb. Vay. Şirin qaqaş, bu blogerliyi də əldən çıxdı ye. Başını bırax bunun. Məncə də. Başqa iş tapaq pul qazanmaq üçün. Amma Rus qızı da boşamalıyam ha. Reyhana söz vermişəm ki, tez bazar məsələni həll edəcəyəm. Salam aleyküm. Salam. Bura siz baxırsınız? Palajeniya deyirsən, yoxsa Profaktoriyaya? Hansına? Profaktoriya deyirəm.
Aysa, ikisinə də belə bizi baxırıq. Nə lazımdır? Maşının təkərinə hava vurmaq lazım idi. Ama bu ne gəlirəm. Tez ol. Qaqaş, taksidə pul var. Baxır hansı taksidə? Sandroiddə sürücüsənsə var. Maşın veriblər. Maaşı da vaxtında alıram. Çak-çuku da öz yerində. Hazırdır. Kim at elədi? Uzlaşı qalsın. Sağ ol qaqa. Ne danışırsan oğlum? Allah buna bax Allah. Ha, Deyir izdivaçı qalsın. gördün? Mənə bax, deməyəm onun pulu var. Uşaqlar bir dənə söz deyim. Ha. Sabahdan mən taksivatlıq eləyəcəyəm. Allah qazanc var burada. Ama maşın sürmək üçün gərək sürücülük vəsiqəsi alasan. Onun üçün də gərək gedib həkimdən arayış alasan. Sürücüyü vəsiqəsi kimdən arayış? Anlarsın. Belə şot olar. Sən dedin məxi sarğı setin var. Verin. Dedim ver. 32 manat nədir? Setin içində bir dənə küftə, bir dənə bizon, bir də göy göyərti var idi. Daha nə istəyirsən ki? Bu olsun 15 manat. Bəs qalanı? Mənə bax. Mən sənə əxlaqi normalardan kənar bir dənə anekdot danışdım. Doyunca güldün. Sonra dedim Məhdiş xanım, bir dənə də anekdot danış, gülüm doyunca. Onda da güldün. Onun pulunu istəmədim ki, şota vurmadım ki. Daha nə istəyirsən? Mənə bax, bir dənə də 45 manata setim var. Onu danışmıram, göstərirəm. Gələrsən. Dəliblər bunlar. Sən işim düşüb. Nə iş? Oktay xəyanətini tutmuşam. Boynuna qoya bilmirəm. Mənə kömək elə də. Əvəzində sənə soyuq sıxılmış, kimyəvi qatqısız, keyfiyyətli özümün də istifadə elədiyim patron yağ verəcəyəm. Klientlərin 1-ə 5 artacaq. Mən telefonu olmayan kişinin boynuna ikinci telefonu qoyan adamam. Oktayın boynuna nə istəsən qoya bilərəm. Amma indi vaxtım yoxdur, işim çoxdur. Sonra yaxşı. Mətiş, görsən, ayağım necə düşübsən obyektivə? Yenə qədər klientim var. Kömək elə də mənə nə olar? Maşallah deyilən ölməyəsən səni. Doğrudan da sənin ayağın düşərli olub. Deyil, birinci dəfədə kostyumlu kişi girdi içəri. Xoş gəlmisiniz, buyurun. Şirin, o qədər pulu taksidə işləmə necə qazanacaqsan? Həm də ki, sən özünü niyə belə yaxın hiss edirsən? Ya sürüyorsun, bu nə sözdür? Ayıb diye, bu nə sözdür? Yəni onu demək istəyirəm ki, bu işə özünü niyə belə yaxın hiss edirsən? İnsan gərək bacardığı, sevdiyi işlə məşğul olsun. Reyhan xanım buyurun. Ətiniz hazırdır. Bəy üçün də ətirlərimizdən verək. Mən ətirə ehtiyacım yoxdur. Kişi görək güvən qoxsun, etibar qoxsun. Heyf, bu dünyada bahalı ətir qoxan kişilərə görə halal zəhmət, cəsarət, sadiqlik qoxan kişiləri incitdilər. O patrondan beri biz də çitdiyək da. Bayaqdan krokodil kimi görüşürsən, ver də ver, ürəkli ol. Şirin, bəsdir də. Narahat olma. Bu ətirlərdən birini seç. Çünki bu ətirlər bir sutka qalır adamın üstündə. Sürüyorsun. Mən bir sutka öyrəşməmişəm. Mən yatanda 15 sutka yatıram. Xanım, nə qədər edin onun pulu? Şirin, bir dəqiqə dayan. Sən kimsən mənim üçün ətir alasan? Sən evli adamsan. Get o Rus qızından ayrıl, sonra gələrsən. Xanım, bir dəqiqə dayanın. Rus kızından ayrıl. Buyurun. Çok sağ olun. Sürü. Re. Tamam. Bu da sana. Xanımın 2 manatı qaldı ki. Abi o bir mahtıq ətir onun üstünə vurur. Bir mahtıq da mənim üstümə. Abi o raşad olaraq. Yox qaqa, mənim üstümə maşın doksun. Qoy elə bir sən maşın var görə. Canavara baxın. Mənə baxın, sən niyə gəldin bura? Nə oldu? Qaqa, mamanın obyektini vurdular. Nə? Gedək biz satan kimi vurdular mamanın obyektini. Mama beksin. Əmir bari, rahat oldun. Belə düşərli ayağın var, belə qəşəng ayağın var. Bu da sənin düşərli ayağın. İndi mən nə edəcəm? Kafeni vurdular, bağladılar. Bunun cəriməsini ödəməkdən ötürü düz mən bir ay 137 dənə yerli tır şoförünə ya da 50 dənə xarici tır şoförünə küftə satmalıyam. 50 dənə xariciyə niyə? Ay qız, məndə 2 dənə menyu var da. Yerli tır şoförlərinə bir dənə menyum var, xarici tır şoförlərinə də başqa menyu. Zəhmət çəkərsən, bugündən sonra gələrsən, hər gün buradan küftə alarsan. Mama, bu nədir? Bu nə işli gəldi başımıza? Bu dəqiqə TikTok'da, Telegram'da yayılı be. İndi raylarda yazdılar ki, atım hamı baxsın. Kim gəlib bura? Kim vurub buranı mama? Ha, bu nə bir yer vursunuz? Mama, qurbanına rahat olmayı. Santriptansiyadan vurdular da məni. Sarıb. Kendi ne? Sarmı onu deyir qaqa. O kimdə la? Ala bir dəqiqə dayan o. Dayan. Hansısa metro stansiya deyir o. Yox, sanepecim istansiya, təmizliyə nəzarət. Ağlam onu dinəmə. Neçələrdən sonra. Vaxtında məni bura çağırsaydınız, mən buralara gül kimi eləyərdim, belə də olmazdı. Bir dəqiqə dayan.
Mirvari xan, sən özün bilirsən də mən hər şeylə maraqlanan adamam. Mənə bax, elə bil ki, sabun əlimizi təmizləyirsən. Sabununu təmizləyir. Bax Sveta, silikondan bol ol. Bu 200 xəstənin dodağına nə var? Vur geçsin. Antireklam, toz reklam. Oktay əmi. Oktay əmi, sənə bir də işim düşüb. Mən bu taksi sürmək üçün biraz çətinlik çəkirəm. Mənə sağlamlıq kağızı lazımdır. Bir də o təşkil elədə mən üçün də. Belədir ki, özün bilsən, mən sağlamlıq zat hərrəmirəm də. Bütün gün orada buradayam, başa düşdün. Amma lazımdır da işə görə. Bir də o. Bax buna nə istəyirsən yap. Şirin, sen kırak adam değilsin, özümüzünküsün. O yüzden Sveta Yılmaz hanım sana geçen silikon yapar, sen de onu hərləməzsən. Tamam, yaparım hocam. Ola, bir dəqiqə deyən, yaparım. Nə silikonu, sənə dayısın hala. Oramı buramı böyüdəcəyəm. Hə? Hala, mən ancaq ürəyimi böyüdə bilərəm. Buna razıyam. Tamam, o zaman yüzünüzdeki kırışlar açık. Nə? Qırış? Hala, bu nə dəyişirəm? Mən sadə adamam, xanım. Mən toya gələndə şalvarımın qırışını açdırmıram ki. Qoy necə var elə də görsənim. Bildin, mənim başqa o qırışmalılarla sapsalım, nə də onun adı? Elə qırışmalı. Aysa, qırışmalılarla. İstemezsiniz 3 yaş gençleşensiniz. Tezahür edin, 3 yıl kabağa kaydıyorsunuz. 3 yaş? Qabağa qay. Nədir ya? 3 nə? Hayda. Ala lazım da istəmirəm. Yox, istəmirəm. Ala yox, ala bu nə danışır? Oqtay, mənə bax. Həkimlər otağı mənə göstər, mən bir girim söhbətimi edeyim. Elə sırayla, nömrə ilə gir. 1-dən 7-yə kimi gir. 1-dən 7-yə kimi. Ala yox, ala. Mən gücdən qurtarmışam o bəladan. 3 yaş təzdən ala yox, lazım deyil, ala. Bunun dodağı silikonluqda. Ay qaqaş, növbəmi gözlə. Görmürsən sırada xanım var? Nə danışır, nə növbə ala? Ha, mən doğulanda növbə gözləməmişəm. Oğlan düzdür də, o çirəti pozmayın. O çirət, bu nə də? Ana o çirət. Ay cama, qoy hamı eşitsin. İndənə kimi şirini heç kim o çirətə qoya bilməz. Salam, bağışlayın üzr istəyirəm. Burada xınca adam kimdir? Buna bax ala. Ha, təzə gəlin şəkar burası. Mənə deyirsən axırıncı adam, hə? Mən veçni birinciyəm. Həmişə də birinci olmuşam. Ha, bir şey ki, mən ömrü boyu anamla atamın ortasında yatmışam ki, ailədə əlavə başqa uşaq olmasın. Bildin? Siz deyəsən ailə tərbiyəsi görməmişsiniz. Ailənizdə sizə belə öyrədiblər. Ha, anam, ailəmin öyrətdikləri lap betərdir. Bu öz öyrəndiklərimdir, başa düşdün? Başa mən girəm içəri, heç kim mənim dalımıza heç edilməsin. Əlim dəmirdə, molla qəbirdə. Özü kreslə tutmuşam. Vso. Sənin başın getdi ha deyəsən. Sən adam kim dedi ki sıranı pozma. Cırmaq atım gərək üzvə. Deyərəm mən cırmaq atmaq istəyirəm. Sən mən öz silahımla mən vurmaq istəyirsən, hə? Şellak eləmişsən, şellak. Mənim başım çıxıra bilirəm ha dırnaqdan. Ama bir dəqiqə mənə bax, sən mən bu dırnaqla cırmaq atsan, sənin dırnaqların qopar. Tak što sən get dırnaq sustavı dəyiş. Xanımlar, xahiş edirəm buraxın bu keçsin. Görürsünüz çox hayasız adamdır. Hayasız yox, atama basmıyam, başa düşdün? O deyirlər, 40 dənə usta yığışsa bu evi tikə bilməz. Həmin onu ev mənəm, bildin? Dava səlamət. Bu məsələnin orijinalında 40 dənə usta deyildi, amma nəysə. Ara ged işinlə başqa original. Bunun qalırsızlığından bax. Biz indi təyin eləyərik, siz necə görürsünüz. Mən buradan hərfləri verəcəm, baxın, görəndə deyin. Buradan baxın? Bəli. Buradan, yumrudan. Ha, bu hərf yaxşı görməyəndə də deyə bilərsiniz ki, yaxşı görmür. İmkan ver, görüm də, deyən də. Yaxşı. P. O birisi? S. C. C. Həkim, bu təhlükəli hərfləri yığışdıraq da. Bu C hərfidir. Mən onu neçə illərdir elə o hərfi kimi tanıyıram. Nə? Sən özünü yoxlamaq lazımdır. Sən probegin gedib o şeyə. Keçib probegin. Yaxşı bax gözümə.
deyir. Mən neçə ildir onu belə görürəm. Demək, sizin bir gözünüz o biri gözünüzdən zəif görür. Ola bilər. Bax biz kasıblar gelib hansısa bir restoranda oturmuruq. Ya isə aylıq nə qədər pul qazanır onu sayırıq. Ola bilər də bu göz ondan qıyılıb da, yığılıb, saymaqdandır. Sizin sol gözünüz müsbət görür. Xanım, olur da kimsə mənfisi də olur, müsbəti də olur, amma biz çalışırıq həmişə müsbətləri görək, başa düşdün? Mənfiləri görməyək. Hə. Bəs uzağı necə görürsüz? Uzağı belə mən uzaq görənəm. Bax, məsəl üçün, hansısa söhbətə gələndə əvvəlcədən bilirəm, mən orada sındırıcılar yoxsa yox. Əgər sınıcıyamsa, ora gedmirəm. Uşaqlıqda virus, infeksiya gözünüzə düşüb? Xanım, ümumiyyətcə qorxan gözə çöp düşər. Amma biz çalışmışıq ki, bizim gözümüzə heç də düşməsin. Anam, sən 100% bunu düz yazırsan. Mən də səndən şübhələnirəm ha, orada sən görmürsən, yaxşı görmürsən, özündən xəbərin var. Cavan qız, mən 50 ilin həkimiyəm, mənə işimi öyrətməyin. Qız, ana bu görmür ki, ana bu kör, ay kör qarığa. Sən kimi sözlərdin bura, hə? Mən də Oktay deyərəm. Dur buradan çıx çölə, mədəniyyətsiz köpək qızı. Ala yenə qız dedi. Ay paslanmış krosuna. Sən özümə bax, kör. Gəlib oturub burada, köpək oğlu. Ay bir dəqiqə dayan da. Bax hesabla. 20 manat taksi. Yox, yox. Deyirəm Oktay, sən niyə belə simic oldun, hə? Bir dənə quzu nədir ki, onu mənə vermədin. Aparardım, kəsərdim, vurardım küftəyə. Sənə də böyük bir qazan küftə gətirərdim. Nəyi pisdir ki, hə? Ana quzu. Quzu nədir? Sən ki mənim sevimli həyat yoldaşım Mırvarını mənim iş yerimə gətirmisənsə, sənə dəvə də kəsmək olar. Kəsim buna dəvə? Nə bilim. Bax sənə görə bax kəsmirəm ha. Oktay bəy, mən katibə vakansiyası üçün gəlmişdim. Elə mən də. Siz gedin, sonra mən sizinlə görüşərəm, sesimi sonra eləyərəm. Niyə Oktay? Elə indi seçəcəksən. Buyurun, keçin əyləşin. Keçin oturun. Buyurun, özünüz haqqında danışın. Musayeva Zemfira, 2 universitet bitirmişəm. Kərgüzarlıq işləri üzrə 20 il stajım var. O kərgüzarlıqda soyutdu məni. Cavadova Nargiz. Ay qız, Nargiz nədir? Nərgiz də, güya adı Nargiz deyəndə rus dilində zor görünürsən, adı heç vaxt danma. Dayan da, görürsən cool danışır. Lütfen rica ediyorum devam ediniz. Mən universitet bitirməmişəm, amma Amerika üzrə gözəllik yarışında 2-ci yerə çıxmışam. Oktay, gör 1-ci yerə çıxan kimin katibəsidir? Öyrən də. Amerika adaletsizdir, adaletsizdir. Oktay, bilirsən sən nəyə bənzəyirsən? Elə bir futbolçusan, səni həm Ərəb klubu istəyir, həm də Real Madrid. Ərəb klubunda çörək var, Real Madriddə karyera. Elə də öyrə Mətiş. Oktay elə bil ki, əlinə çirkli bir paltar veriblər. Bilmir ki, paltar yanda yusun, yoxsa ki, əli ilə yusun. Oktay, seç qutar da. Məncə uzatmağın adı yoxdur. Zemfira xanımı seçirik. Bir de dayan da, bu yaşlı xanımdır. Bu əsəbi olanda nə dərdim ki, sənətləri gətireyim. Ciğerim yanında, çay istəyəndə. Nə çay qışqırım üstünə ki, çayım nə oldu? Lazımdırsa indi verin. Əla. Zemfira xanım, siz işə götürüldünüz. Nə yaxşı, turda boyum da var. Turdağı özünü mən 25 il əvvəl eşitmişəm. Sözün özü köhnədir be. Siz gedin, xəbər eləyəcəm, maaşla danışar. Mətiş, indi keçək əsas məsələyə. Oktay boynuna almır ki, oteldə olub. Narahat olma, mən o oteli tapmışam. Gedirəm bütün video görüntüləri gətirməyə. Bir deyim, sən Qəbələyə nə ilə gedəsən? Nə ilə gedəcəm? Avtobusla. Nədir ki? Sən nə danışırsan? Avtobus nədir? Sən avtobusla Qəbələyə nə vaxtda gedib gələrsən? Gəl 5 manatı maşına otursan birbaşa Qəbələyə. Burada ailə dağılır, xahiş edirəm, ailəmizi dağıtma. Mirvari, bu öz əli ilə məni o otelə göndərirsə, deməli arxayındır da, sənə xəyanət eləməyib. Sən rahat ol, onda mən getməyim. Necə yəni getmirəm? 500 manat vermişəm sənə. Get israf elə də. Bu gözəl gündə də bir ailənin dağılmasına imkan vermə. Nə gün idi ki bugün? Beynəlxalq kofe günü.
Elə bu münasibətlə Mirvari, mən səni beynəlxalq kofe günü münasibəti ilə təbrik edirəm. Oktay, onda bir yerdə gedəyim də, mən də gedim. Qadınlara, ged avtovazala birbaşa Qəbələ. Lazım deyil. Oktay, mən qane oldum. Gedək bir yerdə bayramımızı qeyd eləyək. Gedək. Şirin bəy, ürəyinizin bir kamerası qapalıdır. Şikayətiniz yoxdur ürəyinizlə bağlı? Xanım, mən illərdir qapalı kamerada yatmışam. Yəni, indiyənə kimi ağzımı açıb bir dəfə də şikayət eləməmişim. Da ola bilər də. İndi ürəyinizə tam baxış edəcəm. Xanım, əslində mənim ürəyimdə bir dənə varsa seriozum var. Siz də xanım həkim olduğuna görə icazə verirəm. Ürəyimə tamamilə təmiz baxa bilərsiniz. Nə vaxtsa ağır bir xəstəliklər keçirməmisiniz ki? Ağır xəstəlik yox, bu yaxınlarda qazın pulunu verdim, 1 illik, 250 manat. O biraz mənə ağır gəldi, hə. Biraz ürəyim ağrıdı. Şirin bəy, baxıram ağciyərinizdə ləkələr var. Yox xanım, mən indiyənə kimi heç bax ləkə götürməmişəm. Bir də ki, mənim ağciyərlərlə işim yoxdur. Mənki qaraciyərlərdir. Yəqin ağciyərimə yaxşı baxmamışam, ləkələnib də, ola bilər də. Tibbdə belə şey yoxdur Şirin bəy. İndi baxıram, 12 barmaq bağırsağınızda da problem var. 12 barmağı deyə bilmərəm. Belə mənim problemim kör bağırsaqdadır, o da kördür görmür də. Mən ürək yazıram sizin sənədinizə, amma istəsəz dediyim problemlərlə bağlı naprobleni verə bilərəm həkimlərə. Naprobleni? Ay xanım, indiyənə kimi heç kim mənə naprobleni verməyib. Mən getdiyim yolda tanıyıram, yolda duran adamları da tanıyıram. Tez bazar yaz, mən çıxım gedim, mən elə yol hərəkəti qaydalarını öyrənməliyəm. Nə olub ay Şirin? Hə? Qanun niyə qaradı? Ara heç də işdən çıxdın. Ara bu taksi işi məni bezdirdi ki. Mənə bax, gəl səni düzəldim Soundride-da da. Ölkədə ən yaxşı bu dəqiqə taksi park oradır. Onun fərqi nə oldu ki? Taksidən çıxdım, taksiyə düzəlim təzdən. Biri var Real Madriddə futbolçu olasan, biri də var ki Neftçidə. Bax, Soundride elənçinədir. Özü də ki, stajı olan sürücüləri qiymətləndirir, xüsusi bonuslar verir. 3 ay boyunca 100 manat bonus verir. Qulaq as, sonda deməksən ki, Soundride taksi parkların Real Madrididir. Həri, götür sənədlərimi, gedək Soundride. Otur maşına, otur. Sağ ol. Baş sponsor Soundride. Mama, nə olub, nə şefin yoxdur? Başa düşmədim, kimsə xətiri verəyər, mənə deməz sana. Geyib onu da kazet eləyərəm ha. Sən bilsən də mən çox apasız adamım. O deyirlər, türkülərin meşədə olmayanda meşə rahat nəfəs alır. Həmən o türkün mənlə. Heç kim xətrimə dəyməyib Şirin. Biraz alverim yaxşı getmir. Ona görə də qanım qaradır. Mama, alverin zəif olacaq da bütün günü TikTok'dasan. Bir yenilik fikirləş də. Bak görsən o bu restoranlar set verir, belə eləyir. Sən də bir daha set ver də. Set verirəm də. Küftədir, soğandır, göygərtidir. Bir də bir kublet meyxana var, onu deyirəm. Bir kublet meyxana? Hə. Mən sana bir daha yaxşı set deyim. Meyxananı çıxart oradan. Qalsın orada soğan, küftə, göygərti, bir dənə də bizon. Şirin, əla setdir. Amma meyxanan biraz qalsın da. Bir dənə qəşəng muzikalini qafiyəm var. Onları deyim, sonra çıxardaram. Özün bilərsən. İçərsən. Özü kefin yaxşı olsun ha, belə görməyim səni. Baş sponsor Bizon. Xosi. Aha. Hay Xosi, bu nədir la? Mənə faxı deyəndə inanmırdım. Deyirsən gizli işlərlə məşğulsan. Sənin pulun var, ona buna pul paylayırsan. Ay, pul mən verirəm, Oktay əmindir. Mən paylamaq üçün baxıram. Oktayın klinikası var. Traktorun dəxli var onun. Oktay əmin klinikanı New Holland'dan qazandığı pula tikdirib. Hə, özdə bunların qiyməti münasibdir, kreditlə də verirlər. Bir də Oktay əmindir ki, şeydir bu, Şirin görsən deyəsən ki, Şirindən fərqli olaraq traktor keyfiyyətlidir, uzun ömürlüdür, qənaətçilidir. Qulaq as, sən bu götür işində sənə nəsə maaş verirlər? Yox, həqiqətən, mən maaşa işləyən adamam. Traktoru verir, həftədə bir kuruş sürürəm. Doğrudan. Mən beləyəm də, mən beləyəm, mən tanımırsan ya. Xüsusi sponsor New Holland traktorları. Şirin, həkim gəldi, aylığını verdim, çıxdı getdi. Nəyin aylığına mama? Mədə həkim var idi, onu deyirəm də. Bizdə gəlib yemək yeyənləri göndərirdim onun yanına müalicəyə.
Amma əl çəkdə bu kimyəvi qatqılı semizka yağlarından da. Bəsdir də. Cəmaət hamısı da şikayət edir. Hamı deyir ki, şirin arası bizə keyfiyyətsiz yağlar verir. Çiqat olub cəmaət. Harda bu keyfiyyətsiz yağlardan da? Biabır olmuşam mən. Bəs neyniyim hə? Buna bax. Sənə 100% günə baxan yağı olan soyuq sıxımlı patron yağı gətirmişəm. Təmiz soyuq sıxım yağıdır ya bu. Qatqı maskeli şeylər yoxdur ya. Keyfiyyət. Düz deyirsən Şirin. Axır vaxtlar yaman az klient gəlir, 3-4 nəfərdir. Onlar da gəlib yemək yemirlər ki. Bir dənə çay içirlər, 20 manat çay oy verib çıxıb gedirlər. Bəs odur da. O da daha bəs olmadı ki. O ilə bir şey yeməkləri. Xüsusi sponsor Patron tumları. Şirin qardaş, məhəllədə bir dənə dönərxana açıblar. 1 manata. 1 manat verirsən, sənə dobro dönər verir, üstündə də ayran. Gedək yeyib əkə. Doğru da. Üstündə də 1 manat vermirlər. Ya. Aldım yengam, aldım. Kasap. Dözə bilmədim. Birində yolda ötürdüm səni. Faxır, sən mənim belə siryoz söhbətlərimə gedməyimə baxma. Mən dönərdə çox siryozluyam. Mən ancaq kasab kebabıdan yeyirəm. Bir də sənə... Ara, yerə ged yemirsən yolda. Xüsusi sponsor Kasap Kebab. Ne aldın ya? Ara, Xosu'ya bak. Xosu. Ay Xosu. Anladın mı? Bir də əlbə at. Sıtda. Sıtda ağzın dada gəlsin. Bəlkə mığı sıtlayandan sonra da ağzının danışığını da bildim. Baba, səndən nə əcəbi? Mənə patron semizka salmışsan. Özdə mən istəyəndən. Duzlu, iri dənəli. Bir də onu cibə tök. Ne diyorsun? Deyəcəm. Cibə tök. Bakayım. Bax, biz ömrü boyu harda oturmuşuqsa, hesabı şotu mən vermiş. Əlimi cibimə mən aparmış. Mən deyirəm ki, bu patron semizkasından tutda, əlimi apar cibə, əlini öyrəşsin də. Bir dəfə də sən ver də. Mən semizkanı elə sıtamıram ki. Bana o kişi götürülən belə hamısını. Götürdüm baba. Götürəm oğuzuma. Gördün mü? Son bir yıldan beri götürülən. Hala, mənim daha sənin sözüm yox deyək. Burada da fırlat deyək məni. Xüsusi sponsor Patron tumları. Şirin, Sergey müəllim mənə yol hərəkəti qaydalarını öyrədir. Üzünə demək kimi olmasın, çox yaxşı müəllimdir. Bəli, ancaq mən dərsləri rus dilində keçir. Ona görə bəzi sözlər rusca deyir. İlk növbədə znaklardan öyrənir. Bu znak protifdir. Protif getmək olmaz. Adam baxır harda da, kimsə çaşanda, kimsə zəifi əzəndə, biz ona protif deyirik, başa düşdün? Baxır harda. Yox, səhvsən. Kruq da çox vacibdir. Kruqda nələr olmaz bilir. Məsəl üçün, quruqdan pırdeldən kənar zarafat eləmək olmaz. Maksimum orada ata zarafat ola bilər. Uf, Şirin, yoldakı quruqdan danışır. Seriozum, quruğun nə fərqi var? Quruq quruqdur da. Eyni əhəmiyyətdə yolda kimi gözləməlidir? Atam, ən pis şey yollara düşüb kimisən gəlməyini gözləməkdir. Bir də kimsə pis yola düşürsə, ona da yaxşı baxmıram. Of Şirin, yolda bilmirsən kimi gözləməlidir? Yaxşı, belə gedək. Tutalım, sənin bir avtomat korobkalı maşının var. Bir qazın var, bir tormuzun var. Nə? Tormuzun var? Ara sənin tormuzun var. Mənim ömrü boyu tormuzum olmayıb. Şirin, bəsdir də. Nə bəsdir? İndənə ki, mənə heç kim o söz deyə bilmir. Tormuzum var. Mənim tormuzum var. Mən sizə dedim, axı, mən rus dilində dərslər keçir. Znaklar çox fərqlidir. Bu znak stop. Stop demək dayanıb gözləməlisən. Bu znak isə düzünə diviziyoniya qadağandır. Düzünə diviziyoniya qadağandır. Hala biz ömrü boyu düzünə diviziyoniya eləmişik. Bir dənə pravaya görəndə biz həyatımızı, yaşayışımızı dəyişməliyik. Mən görürəm, sən prava almaq istəmir. Reyhan xanım çox çətin olacaq. Ona görə mən gedir. Yola bir kişilə xıyarlar, mən çıxıb gedir. Bəsdir Şirin, ay... Gedir, gələ gedə la. Prava almaq istəyirik, yoxsa yaşayışımızı dəyişmək istəmirik. Şirin, bundan artıq sənin üçün mən neyniyim? Nə neyniyim, Reyhan? Bu bura gəlib mənim maşın sürməyi öyrətməyə, yoxsa mənim yaşayışımı dəyişməyə, həyatımı dəyişməyə. İndi biz maşın sürücüysə həyatımızı sürməyək, yaxşı yaşamayaq. Olmadı ki. Qırağı var, bucağı var, baxırlar, görürlər. Ayı bu deyə. Hala deyəndə bu hümbət deyil. Hala bu özünü tutub ala traktor zat. Yaxşı hümbət. Hümbət, salam məleykin. Əleykümə salam.
Necəsən? Nə var, nə yox? Sağ ol Şirin, sen ne diyorsun? Yaxşıyam, dur özümü tutmusan ha, traktoruz ha. Ha Şirin, New Holland traktoru alıp özümü tutmuşam ben. Özümü tutup almamışam. Sağ ol səni Hümbət, sağ ol. Mənə bax, məhəllədə də görsən bizi, haralardasan? Ha, bağ evi tikdirirdim de orada kalıram. Sağ olsun New Holland əla kazandırır mənə. Sen ne inirsən? Mən də heç bu prava almalıyam, ala bilmirəm. Bu qaydalar azad nəsə prot söhbətlərdir də mənə başa düşdüm, mən neydi? Mən də biraz apaslı adamam axı. O dillərin maşını yavaş sür. Hansı yaxşı oğlan maşının qabağına çıxar, şər deyər səni. Həm onu yaxşı oğlan mənə. Nə yaxşı oğlan Sən yol hərəkəti qaydalarını öyrəndin ki, maşın sürəsən. Ala maşın var sürməyə, nə giz danışsan. Balaydan da istədim vermədi. Ala maşın mənə hansı işim gətirib, bu da gətirsin deyə. Ne bileyim Eyvallah. Yok alınmır kaka. Sen bu maşında ciddi problem var. Bunu aparıp başka ustaya göster. Bizde değil. Nə problem var ki maşında? Ha bu 24 gündür bu qaynatmır kaka. Böyle kruz var da. Xostu sənin başın xarabdır. Maşın xarab olmayıb. 3 ayın işinə əlaqədar Bakıda olmayacağam. Ona görə gətirmişəm ki, maşın qalsın burada. Uşaqlar məhəllədə cızır. Evet o mənlik deyir. Onun şirindən sor. Onu qaqam bilər. Mən nə öz başına yəm mən be. Ay Şirin, olar 3 ay qalsın maşın burada. Ala bunun başı xarabdır. Ha, buna parkovka satdın, başını saxlayasan. Ay, bizə gələn qonaqlar var, yaxın qonaqlar, qohumlar. Heç olan maşında qoymuram, qapıda saxlasın. Deyirəm, kitin yuxarıda saxlayın. Sən 3 ay az vaxtdır da, bu maşına xaltur eləyərik də. Hala, zarafat edirəm. Hə, zarafat edirəm, mən də olur arada belə. Alır bundan zarafatlar var. Ürəyin nə qədər istəyir saxla. Şirin, sağ ol. Halal olsun sənə doğan anaya. Halal olsun səni tək başına, zəhmətlə böyüdən o qadına. Halal olsun o cəsarətli xanıma. Sənin anan Kəmalə xanıma halal olsun. Kəmalə? Mən də deyirəm bayaqdan nəsə düz gəlmir. Hadi. Xanım, çatdıq, düşə bilərsən. Yox, mən düşə bilmirəm. Hala, mama o vaxtına düz demiş də. İskidən adama xeyir gəlməz də. Bu qədər içmək olar. Amma mənim ərim xeyir tapıb. Çünki onun içki zavodu var Bakıda. Yəni onu tanımayan yoxdur. Onun bir zənginə 100 nəfər yığışar başına. Onu bir sözünü heç kim keriyə bilməz. Onun baxışı bəsdir bir adamı sındırmağa. Xanım, başa düşdüm. Sənə ərin belə yaxşı oğlansa gəlsin, sənə aparsın da. Yox, mən ondan küsmüşəm. Bildim, indi necə olacaq? Səni necə aparım mən? Gözlə deyəcəm. Qucağıma apararsan. Bu da evin açar. Qucağıma mı aparın? Ha, xanım, mən sənin qucağıma alsam, mən sürüyozda payım olmaz. 50 manat əlavə verəcəm. 50 manat? Səninəm, illər ötüb ketsə də bil ki, yalnız səninəm. Sən də oxu. Mən də oxuyum. Xanım, sən qucağıma götürmüşəm, onu mən də öyrək. Nə üçün onu deyəcəm? 50 manat əlavə verəcəm. 50 manat əlavə? Ara səninəm, illər ötüb ketsə də bil ki, yalnız səninəm. Nə qədər içim ala bu. Mən kasab kebabını dönərindən yeyəcəm. Sən isə Mən də həmişə kimi sən qabağından yeyəcəyəm.